Azərbaycandan Ermənistan ərazisinə mayeləşdirilən qaz və bitiumun daşınması barədə razılıq əldə olunub. İqtisadiyyat naziri Gevorg Papoyan bu razılaşmanın Ermənistanın biznes sektoru üçün yaxşı fürsət olduğunu bildirib. Qeyd edək ki, daşınma ilə bağlı müraciət Azərbaycana Ermənistan tərəfindən daxil olub. Ermənistan və Azərbaycan arasında maye qaz və bitumun dəmir yolu ilə Azərbaycan ərazisindən daşınması ilə bağlı razılıq əldə edilib. Bunu Ermənistanın İqtisadiyyat naziri Gevorg Papoyan özünün sosial şəbəkə hesabında yazıb. Artıq iş adamlarımız da bu fürsətdən yararlana bilərlər deyə nazir qeyd edib. Xatırladaq ki, bir müddət əvvəl Ermənistan hökumətinin Rusiyadan mayeləşdirilən qazı Azərbaycan vasitəsilə idxal etmək niyyəti ilə bağlı xəbərlər yayılıb. Bu qərar əvvəllər İran və Gürcüstan üzərindən logistika problemlərindən yaranan qıtlıqla əsaslandırılıb. Daha sonra isə Prezident İlham Əliyev Rusiyadan yüklərin tranzit daşınması ilə bağlı Ermənistanın Azərbaycana müraciət etdiyini açıqlayıb. Ermənistana hazırda daşınan həm neft məhsulu, həm Mərkəzi Asiyadan, Rusiyadan göndərilmiş taxıl, bundan sonra Azərbaycan üzərindən Ermənistana daşıyacaq bitum, maye, qaz, o cümlədən digər kənd təsərrüfatı məhsulları ölkəmiz üçün tranzit baxımından əhəmiyyətlidir, tranzit gəlirlər yaradacaq. Eyni zamanda da bu gələcəkdə Ermənistanla daha geniş formatda iqtisadi ticari əlaqələrin yaranmasına və kommunikasiyanın açılmasına gətirib çıxaracaq. Ekspertlərə görə son zamanlar Azərbaycandan Ermənistana yük daşımaların artması yekun sülh sazişindən sonraki mərhələnin anonsu hesab oluna bilər. İqtisadi münasibətlərin əsas mərhələsi Ermənistandakı parlament seçkilərindən, konstitusiya referendumundan, yekun sülh sazişi imzalandıqdan və kommunikasiyalar açıldıqdan sonra başlayacaq. Xüsusilə trip marşrutunun işə düşməsi ilə Azərbaycan və Ermənistan həm iqtisadi, həm də siyasi qazanc əldə edəcək. Azərbaycan üzərindən Ermənistana daşınacaq yüklər də Zəngəzur dəhlizinin nə qədər aktual olduğunu bir daha gündəmə gətirmiş olur. Çünki Qazaxıstandan, Orta Asiyadan, Özbəkistandan, Rusiya Federasiyasından, digər ölkələrdən daşınan yüklərin birbaşa və ən ucuz yolu Azərbaycan üzərindən gedir və Zəngəzur dəhlizindən gedir. Ona görə heç şübhəsiz ki, Trip marşrutunun və yaxud Zəngəzur dəhlizinin açılması Ermənistana çox böyük iqtisadi dividendlər gətirəcəkdir. Ekspertlər isə bildirir ki, iqtisadi əlaqələr, o cümlədən kommunikasiyalar sülh gündəliyinin tərkib hissəsidir. Bu məsələlərin ABŞ-ın vitse-prezidenti James David Vance'in Azərbaycana və Ermənistana səfərində də müzakirə olunacağı gözlənilir. Ehtimal olunur ki, bu səfər trip marşrutunun inşasını intensivləşdirə və ticari əlaqələrin əhatəsini genişləndirə bilər. Paralel olaraq Nikol Paşinyan ordu günü münasibətilə xalqa müraciətində Azərbaycanla sülhü Ermənistanın təhlükəsizliyinin zəmanəti adlandırıb. Biz müharibəyə hazırlaşmırıq, çünki müharibə olmayacaq deyə Ermənistanın baş naziri vurğulayıb.